Xoş gördüm hər birinizi yenidən YouTube səhifəmdə. Daha qısa bir müddətdə biz yenidən görüşə bildik. Bu mövzu haqqında Instagram səhifəmdə video var, amma istəyirəm bir də burada geniş-geniş danışım. Çünki nəzərə alarsınız ki, Instagram sadəcə 90 saniyəlik bir reels paylaşmaq mümkündür. Amma burada istədiyiniz qədər danışa bilirsiniz. Bunu çox sevirəm. Aha, indi başlayaq. Əslində psixoloq seansı necə olmalıdır və hal-hazırki insanlarımızın seanslara getməyindən, narahat olmağından və qorxmağından əslində bu çox normaldır. Bəli, doğru eşitdiniz. Bu çox normaldır. Nəzərə alsaq ki, Azərbaycanda bununla bağlı sərt bir qayda yoxdur. 2 aylıq, 3 aylıq hər hansı bir kurs almış insanların terapiya, xüsusilə də terapiya keçməyi, psixoloq kimi fəaliyyət göstərməyi təhlükəlidir. Tərəfindəyəm ki, mütləq ki, baza təhsiliniz psixologiya olsun və bərabər sizin beynəlxalq sertifikasiyanız olsun. Hansı ki, bir terapiya üsulunuz olsun. Bu adətən CBT olur, MDR olur, Gestalt olur və digər təsdiq olunmuş terapiya və beynəlxalq sertifikasiyadan keçmiş rəsmi sənəd. Daha sonra isə təbii ki, təcrübələri, praktikaları və s. Hal-hazırki dövrdə insanların getməkdən qorxma səbəbləri, bir neçə səbəbləri var. Bunu ilərləyən dəqiqələrdə bölüşəcəm sizlərlə. İndi danışmaq istəyirəm, əsl seans necə olmalıdır, əsl psixoloq seansı necə olmalıdır, necə həyata keçirilməlidir və heç seansda olmayan insanlar üçün maraqlıdır ki, o otaqda nələr baş verir. Əslində ilkin və normal düzgün seans qaydası necə təşkil olunur? Bildiyiniz kimi ilkin olaraq konsultasiya, yəni dəyərləndirmə seansı həyata keçirilir. Hansı ki, danışan gəlir ilk dəfə, psixoloqla tanış olur, psixoloq da həmin insanla tanış olur. İlkin olaraq Sokratik sorğulama edir və problemlə tanış olur ki, həmin danışanın hansı problemi var. Daha sonra əgər ehtiyac varsa, psixiatra yönləndirir. Ehtiyac yoxdursa və artıq seans prosesi davam edəcəksə, növbəti seansların məqsədləri təyin olunur, hansı problemlər üzərində işləniləcək və hansı məqsədlərimiz var. Qısa olaraq seansın necə həyata keçirilməlidir. Bəs hansı etik qaydalar var? Bilirsiniz ki, psixologiya daha diqqətli bir sahədir. Orada etik qaydalara da daha həssas və daha diqqətli olmaq lazımdır. İlkin olaraq otağa daxil olduğunuz zaman psixoloqunuz ayağa qalxmalıdır, sizinlə göz kontaktı qurmalıdır, həmçinin bədənləriniz bir-birinə tərəf olmalıdır və sizi qarşılamalıdır. Yerinizi göstərməlidir. Siz keçib yerinizi əyləşdikdən sonra artıq orada ünsiyyət prosesi başlanır. Bu birinci etik qayda. İkinci etik qayda. Seans müddətində qətiyyən seansın qapısı açılmamalı, sizi narahat etməməli, gələn hər hansı bir mesaj, zəng diqqətinizi dağıtmamalıdır. Çünki yenə qeyd edirəm, seans prosesi spesifik bir prosesdir. Daha sonra psixoloqunuzun şəxsi nömrəsi sizdə olmamalıdır. Hansı ki, bunun səbəbini də izah edəcəm sizə. Səbəb budur ki, istədiyiniz zaman, çünki növbəti seanslarda psixoloqunuz sizə ev tapşırığı verəcək və siz istədiyiniz saatda həmin ev tapşırıqları üçün, istədiyiniz zaman daha doğrusu psixoloqunuzu narahat edə bilməzsiniz. Həmçinin sizin həmin psixoloqdan asılılığınız yaranmamalıdır. Çünki seans nə üçündür? Seans onun üçündür ki, siz bir mərhələni keçə bilmirsiniz və o mərhələni keçməlisiniz. Daha sonrasında özünüz müstəqil olaraq həyat fəaliyyətinizi davam etdirməlisiniz. Hansı ki, həmin o prosesdə psixoloqunuzun sizə verdiyi alətlər, texnikalar vasitəsilə siz o həyatınıza davam eləməlisiniz. Çünki daimi olaraq psixoloq seansına davam edə bilməzsiniz. Var uzun müddətli belə deyim, terapiyalar, hansı ki, çox ağır patologiyadırsa, bəli, amma sonrasında yenə də danışan pasiyent öz həyatına müstəqil davam eləməlidir. Bu da digər bir etik qayda. Və etik qaydalardan sonra gəlir, niyə seansa gedə bilmirik? Biraz da insanların, yəni sizlərin tərəfindən danışaq, hansı ki, mənim də öz danışanlarım olub ki, seansa başlamaq istəyirdim, çox ehtiyat edirdim, nəhayət o cəsarət özümdə tapdım. Çünki miflər var psixologiya ilə bağlı. Birinci başlayaq bundan. Emosional olaraq hazır hiss eləməməyiniz normaldır. Əgər sən bugün, mən bilmirəm, yəni nə edəcəm, necə başlayacam bu prosesə, bunu bilmirəm deyirsinizsə, bu normaldır. Sadəcə bir addım atın, gerisi zaten mütəxəssisdən gələcək.
Və bilinən miflərin əksinə heç də hər kəs o otaqda hər zaman ağlamır ya da psixoloq kimsə ağlatmır. İkinci ən önəmli nüans, psixoloq heç kimə məsləhət vermir. Bizim heç bir halda haqqımız, hüququmuz yoxdur ki, sizə məsləhət verək. Ən önəmlisi. Çünki bizim həyatımız bizə özəldir, sizin həyatınız sizə özəldir. Biz sadəcə işıq tuturuq. Sizə belə bir fənər düşünün, əlinizdə fənər olur və onu sizin həyatınızda tuturuq. Siz orada hər şeyi çox aydın görürsünüz. Bir yerdə danışırıq, analiz edirik. Əgər danışmaq istəmirsinizsə, məsələn, mən öz şəxsi adıma danışım, bəzən mən CBT ilə məşğul oluram və CBT alınmayanda artıq art terapiya başlayır orada. Art terapiyadan istifadə edirəm. Çünki heç də hər zaman hər şeyi danışaraq ifadə etmək olmur bəzi situasiyalarda. Bəzən çəkərək, bəzən rəngləyərək göstərə bilirik. Daha sonrasında seans prosesi qorxulu bir proses deyil. Əsla. Heç kimin travmalarını üzə çıxardıb, lazım olmayan, onu narahat eləməyən travmalarını üzə çıxardıb, əlavə narahatçılıq vermir heç kimə. Siz bizə standart bir, yəni sizi narahat edən bir problemdən gəlirsiniz. Biz həmin problemi analiz etməyə başlayırıq. Sizə necə kömək edə bilərik? Hardan başlaya bilərik? Təbii ki, mən CBT üzərindən danışıram. Çünki mənim mütəxəssisləşdiyim sahə CBT-dir və seanslarımı da tam olaraq CBT texnikasından aparıram. Bəli, orada 3D texnikası eləyirik, ABC modelindən istifadə edirik və s. Yəni, burada demək istədiyim əsas məqsəd odur ki, heç də qorxulu bir proses deyil və heç kim də gəlib burada ağlamır. Siz sadəcə danışmaq istədiyinizi danışırsınız. Amma yenə qeyd edirəm, ən önəmlisi özünüzə və enerjinizə uyğun psixoloqun mütəxəssisi tapmaqdır. Narahat edən mövzu haqqında danışmaq istəyirəm. Gizli qalacaqmı? Əslində psixologiya deyir ki, hər bir psixoloqun özündə psixoloq olmalıdır. Çünki düşünün, bir gün ərzində bir çox insanla işləyirsiniz və artıq həmin psixoloqların özündə də yanma deməli sindromu ola bilir. Buna görə də hər bir psixoloqun özünün də bir psixoloq olmalıdır. Amma və lakin, təbii ki, danışdığınız hər şey konfidensial qalır. Yəni biz gedib onu heç kimə danışmırıq, kənar insanlara danışmırıq ya da digər öz psixoloqumuza da danışmırıq. Danışdığımız hər şey konfidensial və bizdə qalır. Digər bir qorxu isə məni mühakimə edəcəkdir. Yenə qeyd edirəm, necə ki, psixoloqun heç bir anda məsləhət vermək hüququ yoxdur, həmçinin mühakimə etmək hüququ yoxdur. Heç kimi, heç bir şəraitdə, heç bir halda. Çünki biz həmişə deyirik, psixoloqun cinsi yoxdur. O nə qadın deyil, nə kişi deyil. O sadəcə tərəfsiz bir dinləyicidir, dinləyir və sizə özünüzü analiz etməkdə kömək edir. Bir mütəxəssis olaraq və orada artıq siz qərar verirsiniz ki, mən bu yolumu seçməliyəm, bunu mu istəyirəm, yoxsa başqa bir qərarımı verməliyəm. Cəmiyyətimizdə yaranan miflərdən sən psixologiya gedirsənsə, sən zəifsən. Bu zəiflik əlamətidir. Xeyr dostlar, belə bir şey yoxdur. Psixologiya getmək zəiflik əlaməti deyil. Düşünün, sizə belə bir situasiyanı təsvir eləyəcəm. Necə ki, bizim məsələn, qarnımızda ağrı olanda, gözümüzdə ağrı olanda, bədənimizdə ağrı olanda bir həkimə gediriksə, bizdə bir ağrı olduğu və bunu narahat etdiyini bildiririk və həll yolunu axtarırıqsa, bizim psixikamız da belədir, beynimiz də belədir, psixoloji fəaliyyətlərimiz də belədir. Yəni, psixikamızda nə baş verirsə, bu bizi narahat edir. Düzdür, biz onu gözlə görmürük. Əslində, qarnımızın ağrısını gözlə görmürük, amma hiss edirik. Eləcə də psixoloji ağrılarımızı hiss edirik. Amma onları rahatlıqla görməzdən gəlirik. Təəssüf ki. Buna görə də dostlar, psixologiya getmək zəiflik deyil. Siz sadəcə özünüzdə baş verən, ruhunuza ağır gələn, həyat yaşamınızda çətinlik yaradan prosesləri aydınlaşdırmaq üçün mütəxəssisə müraciət edirsiniz. O situasiyanı dəyişmək üçün, o situasiyadan çıxmaq üçün mütəxəssisə müraciət edirsiniz. Sonuncu sual, psixoloq kimlər üçün faydalıdır? Dostlar, şərt deyil ki, siz oturub çox-çox ağır travmalar yaşayasınız və bu travmaları yaşamağı gözləyəsiniz, ondan sonra psixoloqa müraciət edəsiniz. Xeyr. Az öncə də qeyd elədiyim kimi, həyat fəaliyyətinizdə yaranan hər hansı problem ola bilər, insanlarla ünsiyyətdə çətinlik çəkə bilərsiniz, iş həyatınızda qaydasına getmə prosesləri ola bilər. Hansı ki, buna mütəxəssis səviyyəsində kömək edə biləcək bir mütəxəssisə ehtiyacınız olursa, yenə də psixoloqa müraciət edə bilərsiniz. Yəni, bunun üçün oturub depressiyaya düşməyə gözləməyə ehtiyac yoxdur ya da hər hansı bir təşviş pozuntusunu yaşamağa ehtiyac yoxdur. Həyatınızı sizin narahat edən nöqtəsində dəyişmək üçün mütəxəssisə müraciət edə bilərsiniz. Biraz seansdan danışdıq, biraz etik qaydalardan növbəti YouTube videolarında görüşənədək.